Əvvəl onun Sovet hökuməti vaxtında hakimiyyətə gətirilən adamların sırasında qarşı ailələrin nümayəndələri və yaxud da mənşəyi məlum olmayan adamlar həmişə üstünlük təşkil edib. Bugün də Azərbaycan tarixini biz təhlil etsək, biz baxacağıq ki, rəhbər vəzifəyə gətirilən adamların əksəriyyətinin bioqrafiyasında müəyyən boşluqlar var, ağ səhifələr var ki, bu necə oldu, buradan gəldi bura, bunun həyat yoldaşı kim idi, hardan necə gəldi, bu bunu aldı oldu. Ramiz Mehdiyev də bu qərbdə olan adamlardır. Ramiz Mehdiyev Komünist Partiyasının son illərində Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin katibi idi. Kiçik bir adam deyildi. Ramiz Mehdiyev müharibə dövründə doğulmuş bir adamdır. Ramiz Mehdiyevin uşaq evində böyümüş bir adamdır. Ona görə də bunun həyatının müəyyən bir dövrü heç də məlum deyil. Uşaq evində necə olub, o həmin uşaqdır, o uşaq da. Gəl deyirlər ki, o uşaq dəyişdirilib, onun əvəzdən başqa bir erməni mənşəli uşaq verilib bunun qohumlarına, ondan sonra ona görə də o hafızacıdır, erməni dayılar belə. Oradan gəlir o ki, bu uşaq evindən çıxanda belə bir fikir var ki, bu Ramiz Mehdiyevin şəxsən özü deyil. O Ramiz adında uşaq verilib uşaq evinə, o həmin uşaq da başqa bir adamdır, ermənidir. Kəndlərində həddən artıq nüfuzsuz bir adamdır, yaşadığı yerdə. 1990-cı ildə parlament seçkilərində iştirak edildi, 1% səs toplandı. Əli Həsənov da onun vəkili idi. Demək olar ki, Ramiz Mehdiyev Naxçıvanda adi bir cəbhəçinin qabağında cəmsi 1% səs toplandı. Öz kəndindən ona səs verən adam yox idi. Kəndin böyük əksəriyyəti başqa adama səs vermişdi. Yəni belə bir nüfuzu olmayan, orada Naxçıvanla tərəfindən sevilməyən bir adamdır. Və hakimiyyətdə olduğu müddətdə də heç vaxt Naxçıvanda heç bir ciddi Naxçıvana nə bir kömək eləyər, heç belə qətiyyən nə öz kəndinə, nə də Naxçıvana heç bir xeyri dəyməyən bir adamdır. Bu mülahazələrdən çıxıb deyirlər ki, ola bilməz, sən ən azı bir yerli varcaq ki, orada bir kəndiva yol çək, kəndiva bir, məsələn bir belə şey zəd yoxdur. O qətiyyən Naxçıvanla heç bir əlaqəsi yox və Naxçıvanda çox nadir hallarda gedir. Bütün bunlar hamısı onun ətrafında belə bir şayələrin yaranmasına gətirdi, çıxardı. Arvadının da erməni olması, özü də ikinci əridir bu onun, birinci əri başqadır. Arvadının bu ikinci əridir. Sonra arvadının da Azərbaycanda çox mühüm postlara gətirməsi, dövlətdən milyonlarla subsidiya alması və s. Təkcə bir dənə üzüm bağlarına görə 60 milyon kənd təsərrüfatından subsidiya almışdı bunun arvadı. Amma dövlətə 1 kilo üzüm satmamışdı. Heç kəs də maraqlanmadı ki, bu 60 milyon subsidiya alıbsan, hanı bunun üzümü? Yəni belə bir ciddi bir şeydir. Ona görə də mən Ramiz Mehdiyevin mənşəyi ilə bağlı heç nə bilmirəm. Ancaq onu bilirəm ki, öz kəndlərində də, Naxçıvanda da ən nüfuzsuz adamlardan biri idi. Heç kəs Naxçıvanda Ramiz Mehdiyevi sevmirdi, hörmət edirdi. Vəzifəsinə görə yaltaqlananlar vardı, vəzifəsinə görə amma Naxçıvanların içində mən Ramiz Mehdiyevi